Üçbucaqların konqruentliyi. İki üçbucağın konqruent olması üçün bu üçbucaqları üst-üstə qoyduqda onların bütün uyğun elementləri, yəni təpələri, tərəfləri, tən bölənləri, hündürlükləri, medianları hamısı üst-üstə düşməlidir. Konqruent üçbucaqlarda konqruent bucaqlar qarşısındakı tərəflər konqruentdir. Yəni hansı bucaq, tutaq ki, burada deyirik A bucağı ilə D bucağı konqruentdirsə, onda onların qarşısındakı A-nın qarşısındakı SB tərəfi ilə D-nin qarşısındakı FY tərəfi də konqruent olur. Bu fikrin tərsi də doğrudur. Yəni konqruent tərəflər qarşısındakı, yəni bizə desək ki, SB tərəfi ilə FY tərəfi bərabərdir, onda onların qarşısındakı bucaq A ilə bucaq D də bir-birinə konqruent olur. Konqruent üçbucaqların yazılışında təpələrin ardıcıllığının xüsusi əhəmiyyəti var. Məsələn, bu şəkildəkində biz birinci üçbucaqda əgər ki ABC götürmüşüksə, A üçbucaq ABC konqruentdir. Üçbucaq A təpəsinə bərabər olan hansıdır? Digər üçbucaqda D. Ona görə birinci D-ni yazırıq. İkinci B-ni yazmışıq. B-yə uyğun olan Y təpəsidir. Görürsünüz, onları da fərqləndirmək üçün birinciyə 1 belə xətt qoyulub, ikinci bucağa 2, üçüncü bucağa 3, yəni fərqli bucaqlardır. B bucağına konqruent olan Y-dir. C bucağına konqruent olan isə F-dir. Yəni biz bunu F, Y, D şəklində yaza bilmərik və ya Y, F, D şəklində yaza bilmərik. Hansılar ki konqruentdir, ardıcıllığı da düzgün yazmalıyıq. Buradan indi bax birinci bucağı görürsüz, bucaq A D-yə, bucaq B ikinciyə, bucaq ikinciyə bərabər B Y-yə, üçüncü bucağa və tərəfləri də ikisini götürdük. AB onda buradakı birinci, ikinciyə, D Y-yə konqruentdir. Baxın AB D Y-yə. Sonra 2-3 ilə digərinin 2-3-ü, yəni BC ilə YF bir-birinə konqruentdir. 1-3 ilə digərinin 1-3-ü, yəni AC ilə DF konqruentdir. Yəni biz yazdıqdan sonra bu ardıcıllıqları belə yaza bilərik. İndi burada deyir, şəkildə konqruent üçbucaqlar verilib, konqruent tərəfləri və konqruent bucaqları yazın. Burada birinci konqruent tərəfləri yazırıq. DF. DF-ə konqruent olacaq 3 olan hansı tərəfdir? PL. PL. Sonra FY-yə konqruentdir. FY 6-dır. 6 olan hansıdır? PG-dir. Sonra qaldı birinci üçbucaqda DY tərəfi. DY konqruentdir. DY 5 olduğuna görə GL. 5 olan da GL. Və bucaqlarda 3 ilə 5-in arasındakı bucaq 4-dür. D-dir. Bucaq D konqruentdir. Burada 3 ilə 5-in arasına baxırıq. L bucağıdır. Bucaq L. Və ya belə götürə bilərik. PG-nin qarşısındakı L-dir, yəni 6-nın. Buradakı FY 6-nın qarşısındakı D-dir. İndi tərəfi 3-ü götürsəm, 3-ün qarşısındakı Y bucağıdır. Bucaq Y konqruentdir. Burada 3-ün qarşısındakı G bucağıdır. Bucaq G. Qaldı bizdə 5-in qarşısındakı bucaq. 5-in qarşısındakı F bucaqdır. Bucaq F konqruentdir. 5-in qarşısındakı P bucağı. Bucaq P. Digər üçbucaqda, yəni bucaq A konqruentdir. Bucaq K. Bucaq B konqruentdir. Bucaq N. Bucaq C konqruentdir. Bucaq M. Görürsünüz, bax C ilə M-də bir xətt var. B ilə N-də 2 xətt qoyulub. Bucaq A ilə də K 90 dərəcədir. Və tərəfləri yazsaq 1-2 ilə dedik, digərinin 1-2. A, B konqruentdir. K, N. B, C, yəni 2-3 ilə digərinin 2-3-ü konqruentdir. N, M. Qaldı 1-3-ü götürək. 1-3, yəni A, C konqruentdir. K, M. Şəkildə üçbucaqlar konqruentdir. Sual işarəsi ilə işarələnən tərəf və ya bucağın ölçüsünü tapın.
Baxırıq 6, 9, digərində 6, 9 var, 8 yoxdur. Onda bura 8 olacaq. Kongruent dediyinə görə bunu yaza bilərik. 70, bura düz bucaq hər ikisində var. Burada onda olacaq 20 dərəcə. Digərində 4, 8 var. Burada isə 4, 4, 4. Onda 4'ün qarşı 8'in qarşısındakı bucağa uyğun. Yəni bizdə olmayan burası 8 olacaq. Onda burada 10 olacaq. 4, 8, 10. Digərində də 4, 8, 10. Üçbucaqların kongruentliyini işarəsi ilə yazın. Məchul tərəfin yaxud bucağın ölçüsünü. Burada deməli bu üçbucaqda başladıq. Üçbucaq A, B, C kongruentdir. Üçbucaq. İlk öncə 5, 7, 5, 7 var. Olmayan 8'dir. Bu 8'i yazdıq. A'nın qarşısındakı tərəf 8'dir. Onda 8'in qarşısındakı bucaq hansıdır? Bu M. Deməli A'ya uyğun olan M'dir. İkinci, B'nin qarşısındakı tərəf 5'dir. 5'in qarşısında isə N'dir. Usta bir dənə tərəf təpəmiz qalır. Bu da K olacaq. Yəni üç bucaq. Baxaq, bax. AB ilə MN. Bəli, ikisi də 7'dir. Sonra BC ilə NK. BC 8'dir, NK da 8'dir. AC ilə MK. AC 5'dir, MK da 5'dir. Bucağı da tapsaq, 5 və 8'in arasındakı bucaq 60 dərəcədir. Ona görə burada 60 dərəcə olacaq. Və ya kongruent tərəflər qarşısındakı bucaqlar kongruent. 7'nin qarşısında 60 dərəcə olduğuna görə Y də 7'nin qarşısındadır deyə orada 60 dərəcə olacaq. B bəndində baxaq. 6,5'in qarşısında Y-dir. Burada 6,5'in qarşısında 120 dərəcə. Deməli, burada 120 dərəcə olacaq. Çünki biz demişdik, kongruent tərəflər qarşısındakı bucaqlar kongruentdir. İndi burada 2 dənə xət qoyub. Görürsünüz, bu R-in qarşısındakı tərəf X-dır. Bu 2 dənə xət qoyub. Yəni, T bucağının R bucağı bərabər. Bunun qarşısındakı isə 3,5 olduğuna görə bu X da olur 3,5. Digər, burada heç bir xət qoymayıb. Biz özümüz məsələn 3 xət yazarıq. Bunda da onda 3 dənə xətdə olan budur. Bunun qarşısındakı tərəf 4'dür. Və C-nin də qarşısındakı tərəf 4'dür. Bu tərəfləri tapdıq. Bucağı da tapdıq. İndi 3 bucağı yazmalıyıq. Birincidən yazırıq 3 bucaq. Məsələn, istənilən ardıcılığı yazayım. S, T, V. İndi kongruentdir 3 bucaq. S bucağına uyğun P'dir. T bucağına uyğun, yəni 2 dənə xət qoymuşuq R-dir. Digər tərəfdə olacaq Q. Baxaq, bax. ST ilə PR. 6,5 düzdür. TV ilə PQ. TV 4. RQ də 4'dür. Düzdür. Sonra SV. SV 3,5. PQ də 3,5. Gəldik üçbucaqların kongruentlik əlamətlərinə. Biz üçbucaqların kongruentliyi müəyyən etmək üçün onun bütün elementlərinin kongruent olduğunu yoxlamağa ehtiyac yoxdur. Yəni vacib deyil. Bunun üçün bəzi elementlərinin kongruent olması kifayətdir. Üçbucaqların kongruentliyinin 3 əlaməti var. Onlardan birinci üçbucaqların tərəf, bucaq və tərəf. Yəni bir üçbucağın iki tərəfi onlar arasında qalan bucaq. Bax, götürür. Məsələn, iki tərəfi, bir tərəf, iki tərəfi və onlar arasında qalan bucaq. Uyğun olaraq digər üçbucağın iki tərəfi, bu iki tərəf və onlar arasında qalan bucağa kongruent olarsa, bu üçbucaqlar kongruentdir. Bax, görürsünüz, tərəf, tərəf, bucaq. Ona görə bu adlanır TBT əlaməti və birinci üçbucaqların kongruentliyinin birinci əlaməti. Burada AB ilə KN kongruentdir. AC ilə KM kongruentdir. Bucaq A ilə də bucaq K. Deməli, bu üçbucaqlar kongruentdir. Üçbucaqların kongruentliyinin ikinci əlaməti isə
Konqruentliyin ikinci əlaməti. Tərəf və ona bitişik iki bucağı. Tərəf və iki bucaq. Bu isə adlanır BTB. Tərəf və bir üçbucağın bir tərəfi. Bax, məsələn, bu tərəf və ona bitişik iki bucaq fərqləndirdi. Digər üçbucağın tərəfi və ona bitişik iki bucağına konqruent olarsa, bu üçbucaqlar konqruentdir. Yəni, AB ilə KN tərəfləri, bucaq A, bucaq K-ya, bucaq B, bucaq N-ə konqruent olarsa, bu üçbucaqlar konqruentdir. Bu da adlanır üçbucaqların konqruentliyinin ikinci əlaməti və ya BTB, yəni bucaq, tərəf, bucaq. Gəldik çalışmalara. Üçbucaqların konqruent olub-olmadıqlarını müəyyən edin. Konqruentliyi hansı əlamətə görə əsaslandırmaq olar? Birinci şəkildə baxaq. 2 dənə tərəf var. 4, 6. Bəli, 4, 6. Digərində də 4, 6 var. Onlar arasında olan bucaqlar bərabərdir. Bəli, onda TBT, yəni birinci əlamətə görə bu üçbucaqlar konqruentdir. B bəndində tərəf və ona bitişik bucaq. Tərəf 9, amma burada 8-dir. Bucaqlar konqruent olsa da tərəflər fərqli olduğuna görə bu konqruent deyil. Üçüncü şəkildə tərəfimiz 5, 3 və onlar arasında qalan bucaq 90. Burada isə 4, 5-in arasındakı bucaqdır. Deməli, tərəflər biz amma dedik, iki tərəf və onlar arasında qalan. Burada tərəflər fərqli olduğuna görə bu üçbucaqlarda konqruent deyil. Amma birinci şəkildəki üçbucaq M, N, K konqruentdir. M-ə uyğun olan C bucağıdır. Sonra N ikinci 6-nın qarşısındadır deyə buradakı 6-nın qarşısındakı A-dır. C, A, B bucağı, üçbucağı belə yazırıq. Üçbucaq M, N, K, C, A. Baxaq, M-N tərəfi C, A-ya, bəli. N, K tərəfi N, K ilə A, B. Hər ikisində qiymət yazılmamışdır. M, K 6, C, B də 6-dır. 5-də TBT yaxud BTB əlamətindən istifadə etməklə verilən üçbucaqlardan konqruent olanları müəyyən edin. Burada baxaq, bizdə tərəf və ona bitişik iki bucaq verilməlidir. 75, 55. Üçbucağın bucaqları cəmi 180 olmalıdır. Bu 75, 55, 130 dərəcə oldu. 180-dən də 130-u çıxdıq. Bura qaldı 50 dərəcə. Burada isə 6-ya bitişik olanlar 45, 65-dir. Olmadı. İki tərəf və onlar arasında qalan bucaq da yoxdur. Demək, bu iki üçbucağı götürmürük. Digərlərinə baxaq. 6, 6 tərəf uyğun gəldir. Bucaqlar 55, 55, 45, 45. Deməli, üçbucaq A, B, C konqruentdir. Bu hansı oldu? Tərəf və ona bitişik iki bucaq. Yəni, B, T, B əlamətinə görə üçbucaq A-ya uyğun olan M bucağıdır. B-yə uyğun olan 55 dərəcə digərində K-dır. B, K, M, K, N üçbucağı. B bəndində iki tərəf və onlar arasında qalan bucaq. Bununla bu olmadı. 17, 21, bəli, 17, 21. O arasındakı bucaq da 115 olduğuna görə bu üçbucaqla bu üçbucaq konqruentdir. Bu da hansıdır? İki tərəf və onlar arasında qalan bucaq. Yəni T, B, T əlamətinə görə. Birinci üçbucağı P, S, T ardıcıllığı ilə yazıram. İkincidə onda baxaq. P bucağına uyğun 17-nin qarşısında F-dir. F. Sonra S-ə 115-ə uyğun Y-dir. F, Y. Digər tərəfdə onsuz da D qalıb. Onu yazırıq. F, Y, D. Bəli, baxın. P, S 21. F, Y-də 21. S, T 17. Y, D də 17. P, T.
PT tərəfi yoxdur. Burada da DF tərəfi yoxdur və hər ikisi 115-in qarşısındadır. 6. ABD və AC üçbucaqlarının kongruent olduğunu əsaslandırın. AB 4 cm, bu 4. Bucaq A 60 dərəcə. Olarsa AC tərəfini və C bucağını tapın. Bu kongruentliyi axtarmaq üçün biz iki tərəf və onlar arasında qalan bucaq və ya tərəf və ona bitişik iki bucağı tapmalıyıq. AD tərəfi bu üç bucaqların hər ikisində ortaqdır. Bura 90-dırsa, bunun qonşusu da 90 dərəcədir. Və burada da 2, 2. Hər ikisində 2 var. Deməli, iki tərəf və onlar arasında qalan bucaq. Digər üç bucağın iki tərəfi və onlar arasında qalan bucağa. Yəni iki tərəfi, birinci üç bucaqda AD ilə BD tərəfi və bucaq ABD bərabərdir 90 dərəcə. Digərində isə AD tərəfi ilə DC tərəfi və bucaq ADC də bərabərdir 90 dərəcə. Deməli, TBT iki tərəf və onlar arasında qalan bucaq kongruent olduğuna görə bu üç bucaqlar kongruentdir. Bilirik ki, kongruent tərəflər qarşısında kongruent bucaqlar dayanır. Yəni AD-nin qarşısında 60 dərəcədir. Digər üç bucaqda da AD-nin qarşısında burada 60 dərəcə olacaq. 60, 60, 120, 180-dən də 120-ni çıxdıq. Bucaq A-da oldu 60 dərəcə. Deməli, bu üç bucaq bərabər tərəfli üç bucaq olur. Bərabər tərəfli üç bucağın da bütün tərəfləri bərabər olduğuna görə, ona görə AC tərəfi də 4 cm olacaq. Və heç bucaqlarla getməsək də, kongruent olduqlarına görə 90 dərəcənin qarşısındakı tərəf 4 idi. Digər 90 dərəcənin qarşısındakı tərəf də 4 olmalıdır. 7-də. AB və CD parçaları N nöqtəsinə kəsişir. Şəkildə verilənlərə görə kongruent üçbucaqları müəyyən edin, əsaslandırın, tərəf və bucağın ölçüsünü tapın. Burada deməli, bunlar qarşı bucaqlardır. Bu bucaqla bu bucaq. Bizə də göstərir ki, bəli, bu tərəflə bu tərəf bərabərdir. Digər iki xət qoyub, bu tərəflə də bu tərəf bərabərdir. Deməli, iki tərəf və onlar arasında qalan bucaq. Digər üç bucağın iki tərəfi və onlar, yəni birinci üç bucaqda, üç bucaq A, D, N-də iki tərəf AN və DN. Bir də bucaq AND. Digər üç bucaq CNB-də CN və BN tərəfi və onlar arasında qalan bucaq da CNB-dir. Deməli, bu Y bərabərdir 50 dərəcə olacaq. Gəlin görə üç bucaqlarımızı da düz yazdıqmı? Demək, üç bucaq ADN kongruentdir. Üç bucaq A-ya uyğun, yəni bu təkin qarşısında dayanan tərəfdir. Bu. Deməli, A-ya uyğun, N-in qarşısında B. Yəni bu tək tərəfin qarşısında dayanan B bucağıdır. B. D-yə uyğun C-dir. B, C, N. Buradan da AD kongruentdir BC-yə. AD ilə BC kongruent olduğuna görə X 12 olur. DN kongruentdir CN-ə. AN kongruentdir BN-ə.
AN-dən BN kongruentdir. Və bucaqlarda A bucağı B bucağı ilə, D bucağı, yəni bucaq A kongruentdir bucaq B, bucaq D kongruentdir bucaq C, bucaq N-də bucaq kongruentdir bucaq N-ə. Buna görə deməli biz bir Y-i tapmalıyıq. Y-də oldu 50 dərəcə, X-də oldu 12 santimetr. B-də baxaq. Bu tərəfi verib, bu tərəf hər ikisində bərabər. Ona bitişik bucaq 38, 38. Digər bucağı tapsaq, bu bucaqlar da qarşılıqlı bucaqlar olduğuna görə kongruentdir. Deməli, tərəf və ona bitişik iki bucaq, yəni B, T, B əlamətinə görə bu üç bucaqlar kongruentdir. Ona görə yaza bilərik. Üç bucaq A, N, D kongruentdir. A-ya uyğun B bucağıdır. Üç bucaq B. N-ə uyğun elə N-dir. B, N, C. İndi buradan tərəfləri yazsaq. A, N kongruentdir B, N-ə. Sonra N, D kongruentdir N, C-yə. N, D ilə N, C. Ona görə X bərabərdir 2x minus 7 yazaraq. Buradan x minus 2x bərabərdir mənfi 7-yə, mənfi x bərabərdir mənfi 7, x bərabərdir 7 olduğunu tapırıq. Hərflərlə tərəf və bucağın ölçüsünü tapın deyir. Deməli, x-i tapdıq 7, yəni D, N bərabərdir 7-yə. Digərdən AD kongruentdir B, C-yə. AD 18 minus y-dir. BC isə y-dir. Buna görə 18 bərabərdir y üstəgəl y olur. 18 bərabərdir 2y-ə, y də bərabərdir 9-a. Y-i tapdıq 9, x-i tapdıq 7. Yəni BC bərabərdir 9-a. C-in tərəfini tapsaq, C-in bərabərdir 2x minus 7. 2 vurulsun 7 minus 7, 14 minus 7 bərabərdir 7-yə. Bir də AD-ni tapsaq, AD bərabərdir 18 minus y-ə, 18 minus y-də 9 tapmışdıq, 9. Tələb olunan tərəfin uzunluğunu tapın, hansı kongruent əlamətindən istifadə edildiğini müəyyən edin. Birincidə baxaq, burada bu tərəf və bu tərəf BD hər ikisində ortaqdır və bu bucaqla da bu bucaq. Onda burada iki tərəf və onlar arasında qalan bucaq T, B, T-yə görə 3 bucaq A, D, B kongruentdir 3 bucaq C, D, B-yə. Burada bunlar bərabər olduğuna görə bura 5, 5 olacaq. Bizdən istəyir AD tərəfini, bu 5. BC düz bucağın qarşısındakı tərəf 13-dür. Digər üç bucaqda da düz bucağın qarşısındakı tərəf olacaq 13. Yəni BC də 13. Çünki biz buradan da baxsaq AB ilə CB bir-birinə bərabərdirlər. Yəni biz CB, BC parçalar eyni uzunluğa malik olur. Hərflərinin yeri dəyişik yazılsa da. Digər şəkildə B bəndində deməli, burada baxırıq. Bizə verib AY və YD bir-birinə bərabər. Bu bucaqla da bu bucaq bərabərdir. Bunlar da 90 dərəcədir. Deməli, tərəf və ona bitişik iki bucaq. Onda olur B, T, B əlamətinə görə 3 bucaq A,
BY kongruentdir 3 bucaq. A'ya uyğun D'dir. B'ye uyğun C'dir. CY. DCY. Bunları yazdıq. Əgər AY 8-dirsə, DY də 8 olur. Əgər CD 6-dırsa, AB də 6 olur. Bizdən AB-ni istədi, tapdıq. YC də, bəli, YC də, burada baxın, YC də BY-yə bərabərdir. Bu da 10 olacaq. Onda YC 10 və bir də BC-nin uzunluğunu istəyir. BC də AD ilə bərabər olacaq. Çünki düzbucaqlıdır. Düzbucaqlığın qarşı tərəfləri, yəni ABCD düzbucaqlıdır. Onda qarşı tərəflər bərabər olduğuna görə BC də 8 üstə gəl 8, 16 cm olacaq. C bəndində burada özü üzərində xətlə göstərib ki, bax, bu 5 bir xət, bu da bir xət. Yəni, bu tərəflər bir-birinə bərabərdir. Buna bərabər. Bu bucaqla bu bucaq bərabərdir. Bu bucaqla da bu bucaq, yəni tərəf və ona bitişik 2 bucaq. Onda BTB əlamətinə görə 3 bucaq AYD kongruentdir 3 bucaq. A'ya uyğun C'dir. Çünki 2 xət bunda qoyduq. Y'yə uyğun elə Y'dir. D'yə uyğun da B'dir. İndi buradan AY ilə CY bərabərdir. Ona görə bura 4 olur. YD ilə YB bərabərdir. YD 3-dürsə, YB də 3-dür. Və AD ilə CB. AD 5 olduğuna görə CB də 5 olacaq. Bizdən görə istədikləri BY 3, BC 5, YC də 4. Və hər birini tapmış olduq. 9. Üçbucaqların BTB əlamətinə görə TBT ilə kongruentliyi üçün daha hansı ölçüləri bərabər olmalıdır? Birinci şəkildə BTB, yəni tərəf və ona bitişik 2 bucaq. Bu tərəfi verib, bu tərəf bir bucağını verib. Deməli, A bucağı ilə digərində tərəf və ona bitişik bucaq, yəni digər bu bucaq da bərabər olsa, yəni bizə bucaq A kongruentdir bucaq K desə, onda bu üç bucaqlar kongruent olar. Əvvəlcə hamısını BTB-yə görə deyəcəm. A variantını həll edək. Burada tərəf, bu tərəf var, bu tərəf var. Ona bitişik bucağın biri var. Digər bucağı da bunu götürsək, yəni bu bucaqlarda bucaq B kongruentdir bucaq K olarsa, bu üç bucaqlar kongruentdir. Digərində ST tərəfi var, YD tərəfi də var. Ona bitişik bu bucaq, bu bucaq. Digər bucağı da götürsək, ona görə bu üç, yəni bucaq T kongruentdir bucaq Y qəbul etsək, bu üç bucaqlar kongruent olar. Bu A bəndinə görə, yəni hamısını tərəf və ona bitişik 2 bucağa görə qeyd etdik. İndi isə TBT, yəni 2 tərəf və onlar arasında qalan bucağı götürək. Bucaq bu var. Deməli, bunun bir tərəfi var. Bu, digər tərəfini də qeyd edək. Yenə bu bucaq var, bu tərəfdə var. Deməli, biz bu tərəfi də götürsək, yəni biz SB kongruentdir NM qeyd etsək, bu üç bucaqlar kongruent olar. Yenə tərəf, bu tərəfdə götürək ki, onlar arasında qalan bucaq verilib. Yenə tərəf, digər bu tərəfi də götürsək, onlar arasında qalan bucaq. Yəni bizə AC ilə MN-in kongruentliyi lazımdır. Yenə bu tərəf var, bucaq var deyə bu tərəfi götürürəm. Bu tərəf var, bu tərəfdə var və onlar arasında qalan bucaq var. Bucağı götürürük. Onda yəni bununla bu. Yəni SP kongruentdir DF.
qeyd edilmiş olsa, bu üçbucaqlar konqruent olar. Yəni iki tərəf və onlar arasında qalan bucağa görə.